Bu səsi ikinci dəfə qeyd edirəm. Bugünkü mövzumuz Azərbaycanda imtahan və təhsil sistemi. Dostlar, bilirsiniz ki, hər il imtahan bitdikdən sonra tələbələr, imtahana girmiş tələbələr, şagirdlər imtahan haqqında olan eleştirilərini, tənqidlərini edirlər. Bu hər il olan bir şeydir, normal bir şeydir. Amma bu il hər ilkindən fərqli oldu. Səbəbi isə imtahandakı sualların çox əlaqəsiz olmağı idi. İlk sualımız. Ekranda gördüyünüz bu sual çoxunuz görmüşsünüzdür. Rusiyadakı olimpiyada sualıdır əslində. Birincisi, ilk sözümüz Rusiyada olimpiyada sualıdır. Rusiyanın təhsil sistemi başqadır. Hər ölkə sıfırdan öz təhsil sistemini qurur. Özünün içində vacib olan şeyləri və ya vacib olmayan şeyləri ayırır. Buna görə imtahanlara eyni sualları atırlar. Yəni hər ilki imtahanlara baxsanız eyni mövzuda gedirlər. Sadəcə içərisindəki suallar dəyişdirilir. Eyni suallar olmasın deyə dəyişdirilir. Amma bu il elə bir ki, təhsil sistemimiz dəyişib. Yəni necə deyim? İmtahanımız dəyişib. İmtahan sistemimiz %100 dəyişib. Bundan tələbələrin xəbəri yox idi. Artı olaraq müəllimlərin xəbəri yoxdur. Ən azından müəllimlərə xəbər verərdiniz, direktorlardan xəbər verərdiniz ki, bu il imtahanlar fərqli olacaq. Keçən ilin imtahanlarına, keçmiş imtahanlara baxmayın. Yəni sizi çaşdırmaz. Amma belə bir şey də deyilmədi, belə bir xəbərdarlıq da olunmadı və ya təhsil sistemi dəyişib, sonra imtahan sistemini dəyişmədilər. Həmişə kimi Azərbaycan tərs, hər şey tərsdən etdiyinə görə birinci imtahan sistemi dəyişib, yəqin ki, sonra təhsil sistemini dəyişəcəklər. Buna da heç qoşulmuram. Bizim təhsil sistemi o sıfırdan qurulmalıdır, dəyişilməli deyil. Çox səhvlər var bizim imtahan sistemində, təhsil sistemində. Gedib başqa ölkəndə imtahan sistemini kopyalamaq məncə heç məntiqsiz. İkinci olaraq dostlar, imtahana girən dostlarımız deyir ki, tələbələrimiz deyir ki, mətnlər çox uzun idi, çox vaxt alırdı. Yəni imtahanda 3 saat vaxtımız olur, bilirsiniz. Bu 3 saatın da yarım saatını olsa ingilis dilində dinləmə, 2 dəfə dinlədirlər. Əgər ingilis dilini yazmaq istəyirsinizsə, mənim kimi atmayacaqsınızsa, bu dinləməni dinləyib diqqətlə sonra yazmanız lazımdır. Yarım saatı dinləməyə getsə bizim 2 saat yarım vaxtımız qalır. Yəni bizim təhsil sistemi məcbur edir ki, sən o dinləməni dinləyə canlı olaraq suallara baxa-baxa yazmalısan. Oradakı mən özüm xatırlayıram, 9-da da, 11-də də nəzarətçi tapşırmışdı ki, əgər vaxtınızın bol-bol çatmağını istəyirsiniz, dinləməni canlı dinləyə yazmayacaqsınızsa, ən az da suallara baxın. Yəni bu o deməkdir ki, sizin vaxtınız bol deyil. Yəni dinləməyə yarım saatımız getdi, qaldı 2 saat yarımımız. Bu 2 saat yarımın 1 saatı normalda hər fənə 1 saat düşməlidir. Ona görə 3 saat ayırılır. 3 fən 3 saat. Azərbaycanda 2 mətnimiz var. Bu 2 mətni oxumaq belə də oxumaq çətin bir şey deyil. Sadəcə mətn uzun olduqda onu oxumaq vaxt alır. Bu arada oxuyanda incələyirsən də, çünki suallar o mətnin içərisindən gəlir. Yəni incəliyə oxumaq biraz vaxt alır. Həm də 2 mətn. Mən özümdə xatırlayıram, bilirsiniz, imtahan vərəqəsi 2 yerə bölünür. Sağ tərəf və sol tərəf, 2 tərəfdə də suallarımız olur. Mətnlərdə isə belədir. Sol tərəfdə mətn olur, qısa bir şəkildə normalda elə olmalıdır. Altından isə başlayır 30 dənə sual. 2 dənə mətnə uyğun 20 dənə sual əslində. Amma mən öz imtahanımızda xatırlayıram, 9-da qısa idi mətnimiz. O qədər qısa demək olmaz əslində. Yəni bu ekranda göstərdiyim kağızın ortasına qədər gəlirdi. Amma 11-də sol tərəf başdan ayağa mətn idi. Hətta ikinci mətndə sağ tərəfə də bir qədər keçmişdi. Bunu oxumaq mən özümdə xatırlayıram. Mən ingilis dilini yazmadım, heç dinləməyə qulaq asmadım. Vərəqə açan kimi açdım, Azərbaycan dilini mətni oxumağa başladım. Mən mətni oxuyub qutaranda, ilk mətni oxuyub qutaranda bir uşaq soruşdum, müəllim neçə dəqiqəmiz gedib? Müəllim dedi yarım saat. Deməli mən bu mətni yarım saata oxumuşam. Yəni mənim oxumam zəif deyil, yavaş deyil, mən rahat oxuyuram. Halbuki mətn çox uzun idi, plus incələməlisən, diqqətli oxumalısan, fikrin yayınmamalıdır. Fikrin yayınanda gərək geri cümləyə bir cümlə geri gedib təzədən oxuyasan. Orada da bir uşaq öskürür, biri asxırır, fikir yayınır, müəllim nəsə deyir, ora qulaq asmalısan. Nəsə içəri başqa nəzarətçi girir, ona qulaq asmalısan. Bu oradakı mətnin vaxtını da uzadır. Yarım saat oxumuşdum mən. İlk mətni yarım saat, ikinci mətni yarım saat deyək. Deyək 2 mətni yarım saat oxudun, 1 saatim təkcə mətn oxumağa getdi. Bəs qalan 2 saata mən nə edeyim? Azərbaycan dilindən mətnləri yazım, sonra keçim riyaziyyat yazım, sonra ingilis dilini yazım, bir də Azərbaycan dili qaydaları var. Mən buna görə nə etdim? Mən çox oxuyan uşaq deyildim. Eleştirim də buradan hələ oxuyan uşaqlara belə bir yüküm minmək idi. Zaten iş tapa bilmirlər. Universiteti qutarandan sonra çox qardaşımız işsiz qalır, bilirəm. Gedib kasser, kuryer falan işləyirlər. Uzağa öz diplomları ilə əlaqəsiz işlərə girirlər. Yəni o dediyim odur ki, bir tələbə iş tapmamaq üçün bu qədər
özünə əziyyət verməli deyil. Mən nə etmişdim? Mən oxuyan uşaq deyiləm. Bu arada tövsiyə də falan vermirəm. Azərbaycan dilini yazdım. Dediyim kimi dinləməni falan dinləmədim. Ən başdan başladım mətni oxumağa. Mətni oxudum, yazdım. 2 mətni oxudum, yazdım. Böyük ehtimal 1 saata falan yazdım. Başladım, sonra qaydamızı yazdım. Qaydamız məncə bizim qaydamız çətin idi. Keçən ilki bu arada imtahandan söz gedir. Mən bu keçən ilki abituriyentəm. Bu arada düşmədim, heç bir yerə düşmədim. Düşmədim dərkən özüm getmək istəmədim. Çünki həqiqətən də indiki dövrdə universitet sərf etmir. Heç bir şeyə sərf etmir, mən sizə deyim. Birincisi, mən bunu hesab etmişdim ki, universitetə başlayacağam 2026-cı ildə. 4 ilə hesablayanda 26, 27, 28, 2029-da universiteti bitirəcəm və artıq öz həyatıma girişəcəm deyirdim. Arada 4 ilimiz var, 2029. İndi də süni intellektlər çox inkişaf edir. Bəzi Amerika kimi bəzi gəlişmiş ölkələrdə, irəliləyiş göstərmiş ölkələrdə bəzi işlərin artıq süni intellektin gördüyünü bilirsiniz. 4 ilə kim ölər, kim qalar. Süni intellekt böyük ehtimal inkişaf eləyəcək. Yəni oxuduğunuz məsləyin, oxuduğunuz yerdə süni intellekt tərəfindən alındığını eşitmək məncə ən böyük zərbədir. 4 ilini boş yerə hədər vermiş olursan. Yəni bu söhbətləri boşlayaq. Mətnləri oxudum, ana dilini yazdım. Full 30 sualın 30'unu da yazdım. Heç birini boş buraxmadım, açıqlarda yazdım. Sonra keçdim ingilis dili ilə riyaziyyata. İngilis dili ilə riyaziyyata keçəndə mənim var idi 1 saat yarımım. 1 saat yarımım falan var idi, qalmışdı hələ. Böyük ehtimal bilmirəm, yadımdan çıxıb. Atdım bunları. Düppədüz deyirəm, heç birini belə oxumadım. İngilis dilinin uzağı mətnini biraz oxuyub oradan yazmışamdır. Biraz da riyaziyyatda baxmışam, asan sualları yazmışam ki, ən azından 14-15 balı keçim. Açıq-aşkar deyirəm, ana dilindən azca da yaxşı yazsaydım 4 ala biləcəyim, 60'ı keçə biləcəyim qədər yığmışdım. Yəni 58 bal falan idi, tam yadımda deyil. İngilis dili ilə riyaziyyat da 14'ü keçmişdi, onu bilirəm. İkisi də 14'ü keçmişdi. Biri 14'ün özü idi, biri 15 idi, elə bir şey idi. Bilmirəm, yadımdan çıxıb. Neysə, söhbətimizi bağlayaq. Budur dediyim ki, zaten universitetlərdən çıxan uşaqlar iş tapmayacaq. Bunlara niyə olimpiyada sual? Bu uşaq olimpiyada sualını yaza bilirsə, niyə sənin imtahanına girsin, gedib başqa ölkədə olimpiyada sualını yazsın, Rusiyada getsin, oxusun, Rusiyanın təhsil sistemini bu uşaq bacarır. Təhsil sistemindən əlavə hətta olimpiyadasını belə bacarır. Bu sualı düz yazan uşaqlara deyirəm. Bu uşaq niyə Azərbaycanda oxusun ki, zaten iş tapmayacaq, 4 dilini boş yerə verəcək, gəlib burada kassiyer və ya kuryer falan işləyəcək. Yəni bu hər universitet oxuyana demirəm. Çoxsu iş tapır, sadəcə iş tapmaq çox uzundur. Yəni ortalama bir tələbəsinizsə, universiteti bitirdikdən sonra 3 ay, 4 ay, 5 ay, 6 ay, hətta düzgün düşünsə 1 il işsiz qalacaqsınız. Yəni bu açıq-aşkar göz qabağındadır. Nəsə dostlar, mən mətn falan yazmıram burada. Bu səsləndirməni direkt mikrofon qabağına keçib açıq-aşkar öz ağlıma gələnləri deyirəm. Videomuz bu qədərdir. Like atıb abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.